Deməli belə, çıxmışıq test sürüşünə. Bu günlərdən qardaş, deməli X5 F15 günüdür bu gün. 3 motor, benzin mühərrikdir. Avtomobil sahibinə çıxmışıq test eləməyə. Avtomobildə olan problemi aradan qaldırdıq. Avtomobil sahibinə də göstərdik. Razısan qardaşım? Bəli. Əlbəttə ki. Səsin düşmür. Nə, yaxın dur. Əlbəttə ki. Bəli, bəli. Və qardaş maşallah olsun, səmimi qardaşdır. İnsani düşüncələri, insani yəni davranışları həqiqətən də çox yerindədir və bizə də ləzzət elədi. Düzdür, bilənlər bilir ki, biz hər qapıdan içəri girən müştəriyə xidmət göstərmirik. Birinci insani dəyərlərinə baxırıq ki, bu insan hansı əqidədə, hansı düşüncədədir və görürük ki, bu insan həqiqətən də keyfiyyətli iş axtarışındadır və avtomobilin həlli üçün servis axtarır. Biz həmin avtomobil sahibinə xidmət göstəririk. Yəni, bu qardaş da bizim yanımıza yaxınlaşdı, sağ olsun. Avtomobildə olan problemi dedi, diaqnozu qoyduq, düzəltdik, okey, əla. Və çıxmışıq test sürüşündən, hələ hər şey də qaydasındadır, hazırdır. 3 motor, ümumiyyətcə F10-larda da olan N55, bu X5-də F15 modellərində olanlarda hamısı gözəldir, dözümlüdür və N55 mühərrik almaq gözəldir. Nəinki N20, nəinki 2 plug-in hibrid motorlar. Onlardansa N55 öz sözünü demiş avtomobildir. Bu avtomobillərdə ən çox xronik problemlər, deməli sep problemi yoxdur, 200 min kilometrdən sonradır, o da ehtiyac olduğu halda. Bir də ki, əsas problemlərdən biri bu yağ axıtma problemi olur ki, üst krişkadan olur, karter proklatkasından olur. Bunlarda çox böyük bir xərc tələb eləmir. Bir dəfə avtomobilə lazım olan xərci çəkirsən, ondan sonra avtomobil səni incitmir. Biz indi çıxdıq söylədik. İndi bu gələn səs onun səsidir ki, motorun kapotunu açıq göstərir. O da niyə kapotuna dəmir tərəfindən regulovka vermək lazımdır, nizamlamaq lazımdır ki, o datik onu görsün, bağlı görsün. Maşın çox qəşəng maşındır, ideal maşındır. Daha doğrusu ideal vəziyyətdə gətirdik. Çox xoşum gəldi. Qardaş, görülən işlər necədir, ürəyin necədir? 100%. Arxa insi ilə deyə bilərəm. BMW-dən iyrənmədin? Yox. Sizin yanınıza gələnə kimi iyrənirdim. Bundan sonra yox. Xeyirli olsun qardaşım. Allah razı olsun. BMW ki, nə qədər sürsən, Allahın izni ilə nə qədər ki, biz də bu sənətdəyik. İnşallah ki, Allah'ım da olsun, yəni biz sənin xidmətindəyik. Sağ ol, Allah razı olsun qardaşım. Xeyirli olsun. Sürəndə BMW sürmək olar, amma gedib əlimdə 10.000 var, maşını satım, sonra gedim bir 10.000 də bacıdan götürüm, gecə ilə ucuz satılan bir dənə BMW alım, sonra düşüm xərcə, o BMW sürmək deyil. BMW alırsansa, idealını almalısan və avtomobili alan zaman yoxlatdırmalısan. Xərcləri varsa qarşılamalısan və orijinal detallarla düzgün usta yanında, özümüzü demirəm, kimin öz ustası varsa öz ustasının yanında. Bütün xərclərini qarşılamalısan, orijinal ehtiyat hissələrinə təhsis eləməlisən ki, sonra da BMW səni incitməsin. Bu avtomobil sahibi də illərdir bunu sürür və incitmir. Bu gün bizim yanımıza yaxınlaşma səbəbi avtomobildə hava çəkmə problemi idi. Onu da düzəltdik. Xeyirli uğurlu olsun. Bağla.